قالوا طائركم معكم ما جاءنا من أسقى المدينة رجل قال يا قوم بشر المسلمين. Gördüyünüz bu kadrlar Xaçmaz rayonunun Ləzzət kəndində qeydə alınıb. Kənd sakini 28 yaşlı İlkin Tağıyev özünə məxsus telefon mağazasında qətlə yetirilib. Onun meyidi səhər saatlarında mağazaya gələn qonşular tərəfindən aşkarlanıb. Bu bilinmir, bu adamı kim vurub. O vaxtında onu vuranda mən Dağıstan vilayətdə olmuşam, mən olmamışam. Anası evdə olub, o da yatıb olub. Yatıb olub, xəbər tutmayıb. Xəbər tutublar səhər saat 10-da. Qonşular gəlib qapını açanda buranın, oynamağa uşaqlar gələndə bura. Onlar xəbər tutub ki, İlkin yatıb. Yatıb, fakat yatmayıb, öldürüblər. Hadisə yerinə gələn hüquq mühafizə orqanları və məhkəmə tibbi ekspertləri İlkin Tağıyevin küt alətlə öldürüldüyünü təsdiqləyib. Nəni öldürüblər məsələn, necə oldu? Ağır, o ekspertizada qazat edilir ki, ağır belə daş olub, daş deyil, belə dəmir fason belə bir şeylə, küt alətlə. Küt alətlə vurublar, bərk zərb vurublar. Bir udarla qutarıb bu işi. Hadisənin kimin tərəfindən hansı səbəbdən törədildiyi hələ ki istintaqa məlum deyil. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb araşdırma davam edir.